İndi siz o sualı verə bilərsiniz ki, mənə ki, yaxşı siz bu ravilərin ixtilafını necə həll edirsiniz, necə düzgün qiraət növünü təyin edirsiniz? Buna mənim cavabım var, çünki mən qəbul edirəm. Mən qəbul edirəm. Qurandan əlavə tarixi qəbul edirəm, Peyğəmbərdən. Mən ilkin növbədə bunu bildirmək istəyirəm ki, ortada bir konsepsiya yoxdur hal-hazırda. Konsepsiya olmadığı müddətdə biz təxmin eləmək istəyirik ki, bu fikir hardan yaranır? Tənqid bildirəndə deyirlər ki, Peyğəmbərin vəfatından neçə il sonra kitaba alınıb və bu cür iradlar bildirilir. Bəs sizə maraqlı deyilmi Quran əlinizə necə gəlib çatıb? Əgər nəsə bir əlavəniz varsa deyin. Hətta mən bir əlavəni də deyim. Hətta Peyğəmbər şəxsiyyəti üzərində dayandığımız zaman Peyğəmbər şəxsiyyətini sən Quran kontekstində əgər bir şəxsə təqdim edirsənsə, şəxs Quranı qəbul eləmir. Bizim əlimizdə olan Quran kitabı. İndi bizim oxuduğumuz Quran kitabı ki, yenə də Səudiyyə çapıdır və siz sonunda açıb görə bilərsiniz ki, yenə də bu Müshaf-ı Kərim yazılıb və dubitə, yəni nöqtələnib, tərtib edilib alə ma yuvafiqu rivayət. Yenə də rəvayət. Kimin rəvayətinə əsasən? Allahın salamı, rəhməti və bərəkəti sizin üzərinizə olsun, dəyərli Quran sevərlər. Bu günləri biz 3-cü mühazirəmizi inşallah ki, dəyərli dostum, qardaşım, din xadimi Samir Əzizovla birlikdə müzakirə edəcəyik. Hələlik bir neçə silsilə videolarda biz müqəddimə qurmağa çalışırıq və bu müqəddimə daha sonra bir elmi araşdırmağa yol açacaq. Bəzən biz görürük ki, şərhlərdə yazırlar bizə ki, hansı nəticəyə gəldiniz, hansı dəlilləri qeyd etdiniz və ya ortadan bizə suallar verirlər ki, Quran ayələri gətirirlər və ya adi belə insanların arasında mütədavil olan, yayılmış xüsusi bir şübhələri irəli sürürlər bizim yəni sözlərimizin, fikirlərimizin əleyhinə. Lakin biz dəyərli izləyiciləri biraz səbirli olmağa çağırırıq, dəvət edirik ki, bunların bir yekun nöqtəsi var. Yəni bir dənə videoya baxıb qərar çıxarmağa tələsməyin. Yəni, biraz səbirli olun. Və ondan sonra biz gəlib yekun bir nəticəyə çatacağıq. İndi bugünkü mövzumuza gəlincə, müqəddiməni dəyərli qardaşıma ötürürəm. O müqəddiməni deyəndən sonra inşallah mövzumuz davam edəcək. Buyurun. Salam əziz Quran sevərlər. Mən də Fərid müəllimin, dəyərli ustadım, dostum, qardaşım Fərid müəllimin sözünə qatılaraq mən bunu bildirmək istəyirəm ki, ilkin olaraq bir şey bilinməlidir ki, bu silsilə bəhslərdir. Yəni, silsilə olaraq davam edəcək və sualların cavabını ola bilər ki, 3-cü deməli, cələsədə, 3-cü dərsdə tapa bilərsiniz, 4-cü dərsdə tapa bilərsiniz. Yəni, bundan ötürü tələsməyə ehtiyac yoxdur. Həm də bir şeyi bildirmək istəyirəm. Bəzən deyilir ki, siz daha çox argumentativ danışın, hansısa bir adamın, şəxsin, yəni Quran mərkəzli bir şəxsin niyyətindən bəhs etməyin. Mən ilkin növbədə bunu bildirmək istəyirəm ki, ortada bir konsepsiya yoxdur hal-hazırda. Konsepsiya olmadığı müddətdə biz təxmin eləmək istəyirik ki, bu fikir hardan yaranır, hardan qaynaqlanır, yəni bunun mənşəyi nədir? Adətən belə olur, məsələn, kimsə bir kitab çıxarır, öz metodunu ortaya qoyur. Ortaya qoyduqda biz metoddan irəli gələrək ona bir cavab hazırlayırıq. Ortada bir metod yoxdur. Olmadığı müddətdə hansısa bir verilişdə, hansısa bir çıxışda bir cavab və yaxud məsələn kitab var ortalıqda. Məsələn deyək ki, Quranda filan məsələ yoxdur. Məsələn deyək, bir kitab var ortada, amma bu konsepsiyadan, nəzəriyyədən çox hansısa bir ayələrə işarə edərək çıxarışlardır ki, bunlar da konsepsiya sayılmır. Biz burada da mütləq təxmin eləmək istəyir ki, bu fikrin mənşəyi nədir? İndi onun öz niyyəti təsbit, heç də niyyəti təsbit adlanmamalıdır. Bir onu qeyd edim ki, bəzən şərhlərə yazırlar ki, filan kəs çıxsın, onunla debat edin və ya filan kəs belə dedi. Əzizlər, bizim burada məqsədimiz şəxs deyil. Şəxslər gəldi gedərdi. Olmasın
Zeyd olsun, Sabit olsun, başqası. Yəni şəxslər gedib gəlir, ortada fikir var. Və bayaqları Samir müəllim də onu dedi ki, ortada metod yoxdur. Yəni metod sən niyə əsaslanırsan? Biz məsələn bundan öncəki videolarda dedik ki, mən ancaq Quranı qəbul edirəm, başqa heç nə qəbul etmirəm deyənlər, siz nə inkar edirsiniz? Hələ də şərhlərdə adekvat cavab ala bilməmişəm mən ki, kimsə desin ki, yox, Quran bizim üçün bəsdir, Peyğəmbəri sıradan çıxarırıq, Peyğəmbərlə biz bərabər ağıldayıq, bərabər hüquqdayıq. Nə bunu deyənlər var? Nə deyənlər var ki, yox, qəbul edirik, amma hansı hissəsini qəbul edirik, hansı hissəsini qəbul etmirik və ya hələ də mən cavab ala bilməmişəm. Ancaq oturulur ki, hədislərin hansısa bir afətin, bəlası ortaya gətirilir və deyilir ki, bu bəladan qaçmaq üçün belə edək. Ona görə biz indi, yəni sıravi araşdırmalar bu cür başlanılır. Birinci sütunlar yıxılır, hər şey düzənliyə çevrilir, ondan sonra yığılmağa çalışır. Yəni, əzizlər, siz neysə vurub inkar edəndə siz dağıdırsınız, sonra qurmursunuz. Elə dağılmış vəziyyətdə də qoyub saxlayırsınız. Elmi bəhs, elmi araşdırma belə olmur. Bəli, birincidə sən nələrisə dağıdıb sual altına apara bilərsən, amma sonradan sən onu qurmalısan. Çünki burada insanların ibadəti var, insanların bəndəliyi var, insanların və Allah qarşısında da məhsul sayılırıq. Bir də Fərid müəllim bir məsələni qeyd eləmək istəyirəm. Çox önəmli nöqtələrə qeyd elədiniz. Bir də önəmli bir məsələnin üzərində dayanmaq istəyirəm ki, biz əvvəlcə araşdırma ilə ayırırıq ki, biz keçən bəhslərdə qeyd elədik ki, sünnə iki yerə bölünür. Sünnətül məhkiyyədir, sünnətül vaqiyyə. Yəni bunlara münasibətdə inkar edən nəyi inkar edir ki, bunu təyin edək. Bundan əlavə, biz bunu da qeyd eləyək bugünkü dərsdə ki, iki cür Qurani, əgər belə demək, məsələn, qəlblərinə, xətirlərinə dəymirsə, belə deyirik ki, bu sadəcə mənhəc ayrımı deməkdir. İki cür bu məktəbin nümayəndələri var. Bir, minimalist yanaşanlar, bir maksimalist yanaşanlar. Minimalist yanaşanlar ki, biz ona zaman-zaman toxunacağıq. Əsas məqsəd maksimalist yanaşmanı, belə deyək də, fikirlərini tənqid etməkdir. Maksimalist yanaşanlar ümumiyyətlə tarixliyi inkar edirlər. Ümumiyyətlə Peyğəmbərin funksiyasını tamamilə aradan aparırlar ki, məqsəd bu yöndən tənqiddir. Bu yöndən Quranın bizim əlimizə gəlib yetişmə şəkli bir növ müzakirə obyektinə çevrilir. Biz istəyirik bu bəhsdə Quran bizim əlimizə hansı yollarla yetişib, bu elə öz-özünə belə bir bu günlər proqramlarda olduğu kimi download, yüklə elə proqramı kimi yükləmişik, əlimizə yetişib belədir, yoxsa Quran bir sürəkdən keçib bir tarixlilik var, bir belə deyək də müddət ərzində nazil olma var, belədir və yaxud Quran Peyğəmbərdən sonra bizim əlimizə hansı yollarla yetişdi, bugün əlimizdə olan Quranın, Peyğəmbərə nazil olan Qurandan eyniliyi və s. məsələlərə istəyirik toxunaq ki, məsələlərin rəvayət yolunun önəmi üzə çıxsın. Əzizlər, deməli, bayaq Samir müəllim də deyir ki, danışarkən çalışqıdan ki, ittihamçı mövqedə olmayaq da. Bu sözü deyir. Təəssüflər olsun ki, şərhlərdə bizə yazanların da bir çoxu ittihamçı mövqedə dayanırlar. Mən yenə də deyirəm, bütün öz üzərimizdən hər şeyi atırıq. Və bizə maraqlı olmalıdır ki, Quran əlimizə hansı yolla gəlib çatıb? Bu sizə maraqlıdırmı? Bəzən belə bir iddia irəli sürürlər ki, siz müsəlman coğrafiyasında doğulduğunuz üçün elə ata-anavız da müsəlman olub və siz də hazır müsəlman olmusunuz. İndi biz də bəzən bu iddiaya qarşılıq veririk ki, siz əlinizə bir Quran kitabını götürürsünüz və elə bilirsiniz ki, o Quran sizin əlinizə necə olubsa elə çatıb, bu tarixin zamanlarından, süzgəclərindən gəlib keçirilməyib. Əzizlər, mən Quranı qəbul edirəm, başqa heç nəyə qəbul etmirəm deyib, hələ də nə istədiyini bilməyən zəhmətkeşlər var. Biz onların şərqşünaslar qarşısında nə qədər aciz qaldığını görmüşük. Şərqşünaslarla müzakirədə sən artıq başqa şeyləri sübut etmək
sübut etməli olacaqsan. Ümumiyyətlə mənə sübut elə görüm ki, Məhəmməd ibn Abdullah sallallahu aleyhi və səlləm adlı şəxs tarixdə olubmu, olmayıb? Peyğəmbər olubmu, olmayıb? Bu belə bir kitab olubmu, olmayıb? Bəs görmürsünüz ki, onlar tənqid bildirəndə deyirlər ki, Peyğəmbərin vəfatından neçə il sonra kitaba alınıb və bu cür iradlar bildirilir. Bəs sizə maraqlı deyilmi Quran əlinizə necə gəlib çatıb? Əgər nəsə bir əlavəniz varsa deyin. Hətta mən bir əlavəni də deyim. Hətta Peyğəmbər şəxsiyyəti üzərində dayandığımız zaman Peyğəmbər şəxsiyyətini sən Quran kontekstində əgər bir şəxsə təqdim edirsənsə, şəxs Quranı qəbul eləmir. Sən əvvəl Qurana giriş eləmək üçün Peyğəmbər, məsələn bir nəfər ateistdir, Peyğəmbər şəxsiyyəti barəsində onun sualları var. Sən tarixdən bir Peyğəmbər şəxsiyyəti göstərməlisən, tarixdən bunu sabit eləməlisən və yaxud Quranın öz tarixi barəsində danışmalısan ki, bu Quran ümumiyyətlə hansı tarixi süreçdən keçib. Mən giriş olaraq bir neçə nöqtəyə toxunum, sonra fərqli müəllimə söz verəcəm. Əlimizdə bir Quran var. Sual bundan ibarətdir. Quran bizim əlimizdə hansı yolla gəlib çatıb? Necə oldu, gəldi, əlimizə yetişdi? Bu bir dənə fundamental. Samir mənim bu cür yox ha. Məsələn, deyir Allahın varlığını sabit edə bilərsən mənə. Deyir Quran haqqı Allah var. Deyir hələ sənin bir Allahı qəbul elədim ki, Quranı da qəbul edim. Yəni əziz heç nə qəbul etmirik deyənlər, siz bilirsiniz ki, siz bütün məsələlərinizi Quran daxili kontekstə etməyə çalışırsınız ki, və bu özü nə qədər insanı ağır dalanlara salır ki, indi biz bunlara gəlib çatacağıq. Və yaxud məsələn Hicr surəsinin bu ayəsini misal çəkin, biz onu nazilləmişik, biz onu qoruyacağıq. Bu Quran ayəsidir. Bu Quran daxili məsələyə yanaşmadır. Heç bir Qurana inanmayan şəxsə Quran daxili bir belə deyək də faktı irəli sürmək olmaz. Yəni adama deyirlər ki, mən hələ əvvəlcə bir Quranı qəbullanım ki, sən mənə Quranın daxili dəlil gətirəsən. Sən mənə Quran xarici dəlil gətir. Qurandan kənarda bir dəlil gətir. Məsələn, biz və yaxud bir nəfər iman gətirib ki, biz onu nazil eləmişik və biz onu qoruyacağıq. Məsələn, deyə bilər ki, hə, iman gətirmirsən bu Qurana, sən nə bilirsən ki, Quran təhrif olunmayıb. Bəlkə Quran təhrif olunub. Misal üçün, elə bunu təhrif eləyən özü bu ayə kimi gətirib. Hər halda buna da toxunarıq. Amma indi məsələni belə izah eləmək istəyirəm. Əlimizdə bir Quran var. Bu Quran bizə hansı yolla çatıb? İndi burada iki dənə məsələ var. İki məsələ ki. Məsələ biri budur ki, Quran mətni, o mətn ki, heç bir hərəkə yoxdur, heç bir nöqtə yoxdur. İndi gəlin hərəkə məsələsinə toxunaq. Hərəkə bu deməkdir ki, Qurani-Kərimdə ərəb əlifbası samitləri bildirir. Yəni hərəkələr qısa saytları bildirir. Qısa saytları bildirən hərəkələr bir müddətdən sonra tədavülə girib, yəni meydana çıxıb. Əvvəldə, yəni Quran nazil olduğu dövrdə hərəkələrdən istifadə olunmayıb. Belə deyək, biz oxuyuruq, tarixində bunu bilirik ki, əcəm, yəni qeyri-ərəb olan şəxslər İslamı qəbul etdikdən sonra onların Quran oxuması çətin olduğu üçün tarixdə, məsələn, Həzrət Əli əleyhissalamın dövründə Əbu Əsvəd Duayliyə verdiyi tapşırıq əsasında Quran hərəkələnib. Hərəkələnib və nöqtələnib. Deməli, əvvəl başda Quran hərəkəsiz və nöqtəsiz olub. Hərəkəsiz və nöqtəsiz olub, amma zamanla Quran hərəkələnib və nöqtələnib. Deməli, Quranın hərəkəli və nöqtəli olması bir tarixin məhsuludur. Tarixi bir prosesin məhsuludur. Əgər biz Quranda o məsələni tarix qəlibindən sıyırıb çıxarsaq, onda gərək biz istinad eləyək çılpaq Qurana, hərəkəsiz və nöqtəsiz Qurana. Bu zaman biz ayənin hansı mənaya gəlib gəlməməsi, necə hərəkə ilə oxunub oxunmaması bizim üçün bir dənə problemə çevriləcək. Əgər belə istəsək, problemə də çevrilsə, yox desən ki, mən ayəni belə oxuyuram. Nəhnu nəzzəlnə zikrə. Biz onu nazil edirik, biz bunu deyirəm, əgər belə oxuyursansa, deməli sən mənim qəbullandığım metod üzərindən. Mən bunu hədisi və tarixi qəbul etdiyim üçün mən bu metoddan istifadə edirəm. Bəs siz axı hədisi və tarixi qəbul etmirsiniz. Ona görə bu ayənin hansı mənaya gəlməsini o hərəkəsiz və nöqtəsiz Quran üzərindən başlatmalısınız. İndi dəyərli, əziz, zəhmətkeş
Qurandan başqa heç nəyi qəbul etmirəm deyənlər, biraz yaxın oturun, sizə bir sualım var. Mən sual qoydum ki, sizə maraqlıdırmı Quran əlimizə necə gəlib çatıb? Samir müəllim də dedi, 2 versiyaya böldük Quranı. Bir, Quranın orijinal mətn olaraq gəlib bizə əlimizə çatmasıdır. Bir də onun oxunuş formasının bizə gəlib çatmasıdır. Əgər sizə maraqlı olsa, girin Google-da axtarış edin ki, Quranın ilkin nüsxələri nədir? Hardandır? Məsələn, sizin bu dəqiqə əlinizdə bir çox divanlar var. Məsələn, Füzulinin şeirləri, qəzəlləri. Bir gün sizə maraqlı olubmu ki, Füzuli ilə yaxın tarixdir. Bu niyə istinadən bunu Füzuliyə istinad edirlər? Niyə əsasən Nizamiyə istinad edirlər? Bu cür, hanımının ilkin nüsxələri, neynən sübut edə bilərsən mənə? İndi bax, eynən bu mərhələdə var. Neynən sübut edə bilərsən mənə? Siz 1000 kim olsun, səna, məsələn, nüsxəsi olsun, bu cür. Baxın, əzizlər, mən bunlardan elementar 3-ünü çıxarmışam. İnşallah videoda da daha yaxına qoyacağam. Siz, bax, Quranın ilkin nüsxələrindəndir bunlar. Siz baxsaz bunlara deyərsiniz ki, aman Allah, bunlar hieroglifdir ki, mən heç nə başa düşmürəm burada. Bəli, başa da düşə bilməzsiniz siz bunu. Siz elə bilirsiniz ki, Sıravi adı gündəlik məişət işi ilə işləyib, sonra gəlib, neçə il dərs oxumuş, akademik təhsil almış adama boş şeydir deməklə hər şey olur. Yox, zaman saç-saqqal ağartırlar. Bax, gördünüz bunları. İndi bunların üzərində tədqiqatlar aparılıb və sizcə bu ilkin nüsxələr ki, müəyyən dünyanın muzeylərində var, məgər Quranın 100%-dirmi? Əlbəttə 100% deyil. Bəzisində məsələn 2 səhifədir, bəzisində 2 surədir, bəzisində də niyə əsasən sən Quranın 100% olan bu mətnini nüsxələrə əsasən çıxartmısan? Bəli, siz bunları kiminsə belinə atacaqsınız. Biz edə bilməsək də hansısa alimlər bunları etsinlər. Və indi mənim digər bu nüsxə məsələsini qoyduq ki, ilkin yazılan nüsxələrdə ümumiyyətlə nə nöqtə var, nə hərəkə var ki, siz artıq oxuyursunuz. Hələ bir dəqiqə. Siz bilirsiniz ki, Quranın 7 qiraət növü var. Yəni ki, oxunuş, qiraət, oxunuş deməkdir ki, biz onu oxuya bilək. Və üstəlik alimlər tədqiq ediblər ki, 7 qiraətin üzərinə bir əlavə 7 qiraət də var ki, 14 edir. Və bu, haçan bu hərəkat başlayıb və nəyin əsasında bu tamamlanıb, bunları bilmək üçün əzizlərim, təhsil almaq lazımdır, Quran elmlərini bilmək lazımdır, Quranın tarixini bilmək lazımdır. Bəli, Sıravi oturub öz məişət işinlə gəlib burada öz ağlıva söz demək lazım deyil. İndi mən 7 dənə Quranın qiraət, oxunuş növü var ki, mən onlardan bəzilərinə işarə edəcəm mənim əzizlərim. Və deyə bilərsiniz ki, qiraət məsələsi nətərdir? İndi mən bunları deyəcəm. Mən əlimdə Quran olmadığı üçün bunların bəzilərini kserokopiya etmişəm ki, məsələn, əlimdə Quranın 3'ünü ya, oxunuş növünü çıxartmışam. 3'ü. Səudiyyənin çapıdır və elə bilərsiniz ki, başqa yerlərdə çıxıb bu. Yox, özünüzə baxa bilərsiniz. Məsələn, bax 3'ünü. Məsələn, götürək birini oxuyuram. Baxın, yazılıb ki, bu müshəf deməli yazılıb və nöqtələnib, tərtib olunub. Niyə əsasən? Əlamə yuvafiqu rivayətə Əbi Musa İsa ibn Mina. Rəvayət? Rəvayət? Bəli, əlbəttə rəvayət. Deməli, bu oxunuş Əbu Musa İsa ibn Mina ki, vəfat tarixi hicrətin 220-ci ilidir. Həzrəti Peyğəmbərin vəfatından nə qədər var? Həmin bu şəxs ki, ləqəbi Qalundur, o nəql edib filan kəssən, o filan kəssən, o filan kəssən, o filan kəssən və bilirsiniz ki, səhabələr özləri də dərəcə ilə fərqlidirlər ki, birinci səviyyə səhabələrdən və onlar da Peyğəmbərdən. Bu, Qalunun oxunuş, yəni rəvayəti. Bu, əzizlər, yenə də yazılıb burada ki, bu müshəf yazılıb və nöqtələnib, tərtib olunub. Əbu Ömər Həfs ibn Ömər ibn Əbdüləziz, ləqəbi də ki, Duri Əl-Əzdi Əl-Bağdadi, vəfatı hicrətin 246-cı ili. Yenə də Peyğəmbərdən nə qədər fasiləsi var.
Bu ikinci. Üçüncü, yenə də bu müshəf yazılıb və nöqtələnib. Niyə? Əsasən kimin rəvayətinə müvafiq olaraq? Yenə də Əbu Səid Osman ibn Səid Misri, ləqəbi də ki Vərş. Vəfatı hicrətin 197-ci ili. Yenə də o nəql edir filan kəsdən, o filan kəsdən, filan kəsdən gəlib çıxır axırda da ki Peyğəmbərə. Əzizlərim, sonda bizim əlimizdə olan Quran kitabı, indi bizim oxuduğumuz Quran kitabı ki, yenə də Səudiyyə çapıdır və siz sonunda açıb görə bilərsiniz ki, yenə də bu Müshəf-i Kərim yazılıb və dubitə, yəni nöqtələnib, tərtib edilib, alə ma yuvafiqu rivayət, yenə də rəvayət. Kimin rəvayətinə əsasən? Həfs ibn Süleyman ibn Muğeyrə Əsədi Kufinin, o da kimdən gətirir, sonda gəlir Ənin Nəbi sallallahu aleyhi və aleyhi və səlləm. Axırda da ki Peyğəmbərdən. İndi Qurandan başqa heç nə qəbul etmirəm deyən əzizlər, niyə əsasən sən Quranın bu qarinin rəvayətinə müvafiq olaraq olan qiraətini seçmisən? Bax, bu sualıma cavab verin. Mən hələ 4-ünü dedim, hamısını demədim. Niyə əsasən sən Həfsin rəvayətini seçmisən? Bax, bunu deməlisən. Ola bilər TikTok'dan açırsan, görürsən hansısa hoca deyir ki, o boş şeydir, bu boş şeydir, o boş şeydir. Gördünüz, rəvayətdir. Rəvayətdir və əsas məsələ burasında buradadır. Bütün rəvayətlər, əzizlərim, hələ mən 4-ünü dedim. Durini dedim, Qalunu dedim, Vərşi dedim, bir də ki Həfsin qiraətini dedim. Və bütün bu qiraətlər sonda kimə gəlib çatır, Samir müəllim? Peyğəmbərə. Yəni sən Peyğəmbərin qiraətini əsas götürməlisən mənməsin. Peyğəmbərin qiraətini. İndi gördünüz Quranda Peyğəmbərin rolunu? Yox, onda mən deyə bilərəmdir ki, mənim neyimə lazımdır? Mən bunu bu qiraətlə oxuyuram. Mən bu cür fəhm edirəm, bu cür danışıram, bu cür oxuyuram. Deyə bilərsinizmi? Deyə bilməzsinizmi? Əzizlər, bir dənə də bunu məsələn ki, qeyd edim. Yəni ki, burada zəruri bir məsələdən. Yeri gəlmişkən sizə bir maraqlı bir kitab da deyim ki, indi bilməm bunun çapı qalıb. Bax, Quranın tarixi. Bir müsəlmana zəruridir ki, bilsin ki, Quran əlimizə necə çatıb. Bax, Quranın tarixi Məhəmməd Hadi Mərifət, yəni çox böyük Quran mütəxəssislərindən biri olub. Alıb oxuya bilərsiniz ki, və bu məsələləri də biləsiniz. İmam Sadiq əleyhissalamdan nəql olunub ki, Quran vahiddir. Vahid tərəfindən nazil olub. Yəni, vahid olan, tək olan Allah tərəfindən nazil olub. Lakin onun qiraətindəki ixtilaf rəvayətçilərdəndir, qiraətçilərdən. Əzizlərim, siz hədis ixtilafından qaçmaq üçün bütün hədisləri rədd etmişsiniz. İndi Quran qiraətçi, daha doğrusu rəvayətçilərin ixtilafından necə qaçacaqsınız? Fərid müəllim, təşəkkürümü bildirirəm. Çox önəmli, çox fundamental bir məsələyə toxundu ki, burada tarix və rəvayət məsələsi qaçınılmazdır. Qaçınılmazdır və hətta mən burada bir məsələni də deyim. Bu hamısı xəbərə qayıdır, xəbərdir. Quranın mətninin, o bayaqlar dediyimiz kimi çılpaq formada, yəni hərəkətsiz və nöqtəsiz forması da xəbərdir, xəbər yolu ilə gəlir. Quranın qiraəti də xəbər yolu ilə gəlir. İstər-istəməz hər iki məsələ, istər Quranın mətni olsun, istər Quranın qiraəti, yəni oxunuşu olsun, hər ikisi xəbərə dayanır. Biz burada o xəbərin hansının güvənilir, hansının etibarlı olmasını seçməliyik. Əgər seçsək, baxacaq ki, məsələn, deyək ki, xəbər mütəvatirdir. Mütəvatir xəbər əgər biz qəbul eləsək, bir məsələnin əsaslandırmaq üçün, bir xəbəri əsaslandırmaq üçün mütəvatir xəbər nəyə deyilir? Məsələn, bir yerdə bir nəfər evi yanıb, o evin yanmağı o qədər adamdan gəlib bizim əlimizə yetişir, xəbər olaraq gəlib yetişir ki, çay çoxluğu o qədər olur ki, içərisində bir-iki nəfərin yalan danışmağı o xəbəri sarsıtmır. Xəbər təvatür yolu ilə gəlir. İndi əgər xəbər təvatür yolu ilə gəlirsə və bu təsdiq olunmalıdırsa, o zaman Quran və qeyri-Quran
mətnlərində və xəbərlərində mütəvatir yolla gəlinməsi qəbul olunmalıdır. Təşəkkür edirik. Samir müəllim, bunu da qeyd edək ki, indi siz o sualı verə bilərsiniz ki, mənə ki, yaxşı, siz bu ravilərin ixtilafını necə həll edirsiniz, necə düzgün qiraət növünü təyin edirsiniz? Buna mənim cavabım var, çünki mən qəbul edirəm. Mən qəbul edirəm. Qurandan əlavə tarixi qəbul edirəm, Peyğəmbərdən nəql olunan məsələləri. Bəli, ixtilaflar varsa onların həll yolu ayrı bir məsələdir. İndi siz ki... İlkin mərhələdə. Bəli, ilkin mərhələdə. Siz elə bilirsiniz ki, bəzən mənə kimsə şərtdə yazıb ki, indi Həşr surəsinin hansısa bir ayəsini gətirəcək. Yəni, istehza məqsədi ilə deyir. Yox, siz elə bilirsiniz ki, bu məsələləri biz müzakirə edərkən deyəcək ki, bəsit dəlli deyəcək ki, hanı namazı Quranda bizə göstər. Yox, daha fundamental məsələlər var ki, buradan məfar, qaçış yeri yoxdur. Yəni, ona görə də insanları, o ki, Qurandan başqa heç nə qəbul etmirik deyirsinizsə, siz bunu sabit etməlisiniz. Siz niyə əsasən hal-hazırda müsəlmanların arasında məşhurluq tapmış Həfsin rəvayətini qəbul edirsiniz, Duri, Qalun, Vərş və sair qiraətləri boşlayırsınız. Bunu sabit eləməlisiniz bizə. Niyə əsasən? Yoxsa TikTokdan, oradan-buradan eşitdiyimiz hocaların sözünə sabahları belə, yəni bunlar elmi bir bəhslər deyil. Bizim üçün məsələ hazırdır. Bizim üçün məsələ rahatdır. Sizin üçün nədirsə, papağınızı qarşınıza qoyun və düşünün. Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Növbəti verilişlərimizdə biz başqa məsələlərə də toxunacağıq.